Allahın salamı olsun sizlərə, əziz izləyicilərimiz. 5.5 kilovatlıq mühərriklə yem üydənimiz, 3 fazla işləyən yem üydənimiz. Demək, əziz izləyicilərimiz, bu bizim dörtlü yələyimiz inşallah. Aparatın daxilində olan isə 3 yarımlıq ələyimizdir inşallah. İdarə edici qutumuz, 4'ün 4'ə naqilimiz. Demək, idarə edici qutuya aiddir həmişək kimi maqnit birləşdirici vayrıcı, elektrik birləşdirici vayrıcı, istilikdən qoruma cihaz, hansı ki mühərrik ağırlığa düşdükdə avtomatik özü mühərriki dayandırır və ampermetrimiz, işə salma, söndürmə düyməsi və həyəcan siqnalı. Demək, hal-hazırda mühərrikimizdə, işitimizdə tok var, yəni cəryan var. Gördüyünüz kimi mühərrik ağırlığa düşdükdə, bax belə həyəcan siqnalı işə düşür. Ya Allah. Demək, İlqar qardaşım, yavaş-yavaş sən başla çəkməyə. Demək, 10 kilo həcmində arpa dənli bitkimizdir. İnşallah onu daxil eləyim aparatımıza. Buğdanı ayrı, arpanı isə ayrı üydək və nəticələrinə ayrı-ayrılıqda baxaq. Ya Allah, ya Bismillah. Mühərrikimiz işə düşdü. Aparatımı, dənli bitkilərimizi üyütməyə hazırdır inşallah. Ya Allah. Başladı. Mühərrikimiz 10 amper ağırlığında işləyə bilir. Bu bizim gedişatımız. Aparatımızı təzə boyamışıq deyən İnşallah sən çək. İnşallah aparatımızı söndürürük və üyütdüyümüz həcmi İlqar gətir Allahın izni ilə. Ay maşallah olsun, maşallah olsun. Yenə həmişəki kimi arpa unu istəyən buyursun. Buyurun, əziz izləyicilərimiz, arpa unu. İlqar, çox yaxından götürmə. Buyurun. Ələdiniz. Demək, qabığı çıxdı, əməlli başlı undur. Əlhəmdülillah. İndi yenə 3 yarımlıq ələklə kəndirimizi zəhmət olmasa 3 yarımlıq ələklə başlayaq buğdamızı üyütməyə, buğda dənli bitkimizi. Bu biraz elə bil ki, kip olmadı, amma neyniyək?
Ya Allah, bismillah. 10 kilogram arpa dənli bitkisi. Biraz qıraqdan çək, zəhmət olmasaydı var. İnşallah aparatımızı çəsələr. Ya Allah, ya bismillah. Əziz izləyicilərimiz, arpa ilə buğda dənli bitkisinin üyüdülməsi zaman nəticəsi ilə buğda qarğıdalı arpadan yumuşaq olduğu üçün daha tez üyüdülür. Sekiz amper. Bunkerimizin quruluşu elədi ki, əziz izləyicilərimiz, yəni içəridə heç nə qalmır. Əlhəmdülillah. Aparatımızı söndürək. Ya Allah. Və üyüdülmüş buğda dənli bitkisinin nəticəsinə baxaq. Ya Allah, ya bismillah. Bu isə bizim buğda unumuz. Əlhəmdülillah. Buyurun əziz izləyicilərimiz. Eşən qardaşımız sifariş verdi ki, nə qədər narın üyütsə, mənim üçün bir o qədər əlverişlidir. Buyur Eşən qardaş. Allah hər kəsə xeyirli uğurlu eləsin inşallah. Bu isə bizim buğda dənli bitkimizin un forması. Allah işlərinizi aman eləsin. Allah sizləri var eləsin, əziz izləyicilərimiz. Videolarımızı bəyənməyi unutmayın. Abunə olmağı unutmayın. Allah sizləri var eləsin. Çox sağ olun. Ya Allah.